Salam, bu qısa videoda sizə Hubpoint platformasını təqdim edəcəm. Mən Murad Hüseynov, Hubpoint'in qurucusuyam. Əgər siz xidmət əsaslı biznes idarə edirsinizsə, Hubpoint sizin üçün rezervasiya problemini avtomatlaşdırır və işinizi daha səmərəli edir. Gəlin birlikdə baxaq. Platformaya Hubpoint AI üzərindən daxil olursunuz. Qeydiyyat prosesi çox sadədir. Biznes adınızı və e-mail ünvanınızı daxil edirsiniz. Daha sonra e-mail ilə gələn kodu təsdiqləyir və şifrənizi yaradırsınız. Bununla da proses tamamlanır. Qeydiyyatdan dərhal sonra sizə 30 günlük ödənişsiz istifadə təqdim olunur və heç bir kart məlumatı tələb olunmur. Daha sonra biznesinizə uyğun paket seçirsiniz. Bu da proses çox sadədir. Paket seçdikdən sonra sistem sizi birbaşa əsas təqvim bölməsinə yönləndirir. 30 gün ərzində platformanı rahat şəkildə yoxlaya bilərsiniz və daha sonra sizə uyğun planla davam edə bilərsiniz. Sistemdə sizi ilk olaraq mərkəzləşdirilmiş təqvim qarşılayır. Burada bütün komandanızın görüşlərini bir yerdə görürsünüz. Filiallar arasına keçid edə bilərsiniz. İstədiyiniz əməkdaşa üzrə fokuslana bilərsiniz. Hər hansı bir rezervasiyanın üzərinə klikləyərək detallara baxa, redaktə edə və ya müştərini məlumatlandıra bilərsiniz. Həmçinin drag and drop ilə görüşlərinizi başqa günə və ya başqa saata daşımaq mümkündür. Bu bütün rezervasiyalara tam nəzarət deməkdir. Yeni filial əlavə etmək çox asandır. Məsələn, xətai ofisinizi yaradırsınız, ünvanı və iş saatlarını daxil edirsiniz. Bununla da filial istifadəyə hazır olur. Rol sisteminə əsasən, filial meneceri yalnız öz filialını görür. Şirkət meneceri isə bütün strukturu idarə edir. Komanda üzvlərini əlavə etmək üçün sadəcə onların e-mail ünvanını daxil edirsiniz. Həmin şəxsə dəvət məktubu göndərilir. Dəvəti qəbul etdikdən sonra öz şifrəsini yaradır və sistemə qoşulur. İstifadəçiyə uyğun rol təyin olunur. Əməkdaş, xidmət göstərən şəxs, filial meneceri və ya şirkət meneceri. Hər istifadəçi yalnız öz səlahiyyəti çərçivəsində məlumatları görə bilər. Eyni zamanda hər əməkdaş üçün iş saatlarını, fasilə vaxtlarını və göstərdiyi xidmətləri ayrıca təmin etmək mümkündür. Xidmətlərinizi çox rahat şəkildə idarə edə bilərsiniz. Məsələn, konsultasiya, prosedur və yaxud da görüş yaradırsınız. Müddətini və qiymətini qeyd edirsiniz. Qiymət göstərmək istəmirsinizsə, sahəni boş buraxa bilərsiniz. Bu halda müştəri tərəfdə qiymət görünməyəcək. Endirim əlavə etmək də mümkündür. Endirimi faizlə və ya konkret məbləğlə göstərə bilərsiniz. Sistem son qiyməti hesablayır və müştəriyə düzgün şəkildə göstərir. Eyni görüş üçün birdən çox xidmət seçmək də mümkündür. İş saatlarınızı əvvəlcədən təyin edə bilərsiniz. Əgər müəyyən vaxtda mövcud deyilsinizsə, həmin saatı təqvimdən sadəcə bloklayırsınız. Məsələn, saat 9:30-da başqa işiniz varsa, səbəb və müddəti qeyd edirsiniz. Bu halda müştərilər həmin vaxt üçün rezervasiya edə bilmirlər. İndi isə vacib hissə, müştəri tərəfi. Hər filialın və hər əməkdaşın özünə məxsus rezervasiya linki var. Bu linki WhatsApp, Instagram, Messenger, Telegram və ya e-mail vasitəsilə paylaşa bilərsiniz. Müştəri linkə daxil olur, boş vaxtları görür, filialı, xidməti və mütəxəssisi seçir. Daha sonra uyğun saatı seçir, məlumatlarını daxil edir və rezervasiya avtomatik yaradılır. Bu qədər. Müştəri eyni görüş üçün birdən çox xidmət də seçə bilər. Bu halda sistem ümumi müddəti avtomatik hesablayır. Məsələn, iki xidmət birlikdə 60 dəqiqə çəkirsə, sistem həmin saat aralığını tam bloklayır. Əgər həmin vaxt artıq doludursa, müştəri o saatı seçə bilmir. Rezervasiya tamamlandıqdan sonra müştəri görüşü Google Kalendar, Microsoft Kalendar və ya digər kalendar formatlarına əlavə edilə bilər. Hubpoint bildirişləri avtomatik idarə edir. Yəni, rezervasiya yarandıqda siz dərhal o məlumat alırsınız. Müştəriyə isə görüşdən əvvəl avtomatik xatırlatmalar göndərilir. Sistem 72-48 saat, 1 gün və 3 saat qalmış xatırlatma göndərə bilir. İstəsəniz müştəriyə manual olaraq əl ilə də əlavə edə bilərsiniz. Dəyişiklik və ya ləğv hadisələrində müştəri avtomatik məlumatlandırılır. Bütün müştərilər sistemdə avtomatik toplanılır. Əgər müştəri rezervasiyası link vasitəsilə görüş götürübsə, onun məlumatları avtomatik müştəri bazasına əlavə olunur. İstəsəniz, mövcud müştəri siyahınızı CSV faylı ilə sistemə yükləyə bilərsiniz. Sonraki rezervasiyalarda sistem müştərini avtomatik olaraq tanıyır və məlumatları özü doldurur. Əgər müəyyən müştərinin rezervasiya etməsini istəmirsinizsə, onu qara siyahıya əlavə edə bilərsiniz. Bu halda həmin şəxs sərbəst şəkildə rezervasiya edə bilməyəcək. O yalnız sizin təsdiqinizlə görüş ala biləcək. Hər görüşdən sonra müştəriyə avtomatik rəy sorğusu göndərilir.
Bu sizin xidmət keyfiyyətinizi real məlumatlar əsasında ölçməyə imkan verir. Beləliklə, hansı xidmətin və ya əməkdaşın daha yaxşı performans göstərdiyini daha rahat analiz edə bilərsiniz. Dashboard sizə biznesin ümumi mənzərəsini göstərir. Hansı xidmətlərin daha aktiv olduğunu, hansı saatların daha çox işlədiyini, yeni müştəri axınının necə olduğunu bir baxışda görə bilərsiniz. Burada siz AI, süni intellekt əsaslı məsləhətçi, yəni biznes məsləhətçiniz də var. AI Advisor sistemdəki məlumatlara əsaslanaraq sizə konkret tövsiyələr verir və qərar verməyinizi asanlaşdırır. Yaxın zamanda WhatsApp bölməsində sizə müştərilərə göndərilən bildirişləri və onların cavablarını izləmək mümkün olacaq. Qısa desək, appoint ilə müştəri öz vaxtını seçir, siz isə sadəcə prosesi idarə edirsiniz. Əgər rezervasiya prosesini sadələşdirmək və daha çox müştəri qazanmaq istəyirsinizsə, appoint sizin üçün doğru həldir. Appoint üzərindən daxil olub 30 günlük pulsuz istifadə edə bilərsiniz. Bu tamamilə ödənişsizdir və heç bir kart məlumatı tələb olunmur. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.